Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücülərə hələ də rast gəlinir. Hələ də rast gəlinir, çoxdur. Şadlıq saraylarının qabağında ona görə yol polisinin əməkdaşları növbəli şəkildə dayanırlar. Və yaxud da şadlıq saraylarında işləyən ofisiantlarla, eləcə də qapıda duranlarla əlbir işləyirlər. Çünki oradan kimlər içir, orada nəzarət olunur. Çıxandan sonra maşına oturanda deyirlər ki, filan kəs çıxdı, filan nömrəli maşın, orada yaxalayırlar. İndi biraz bəziləri artıq ağıllanıbdır. Ayıq sürücü deyilən bir xidmət var. O xidmətdən istifadə edirlər. Onları dəvət edirlər, maşınları sürüb aparırlar. Həm özünün, həm də digərlərinin həyatlarını təhlükəyə atmalarına rağmen bəzi sürücülər sərxoş halda sükan arxasında əyləşirlər. Sərxoş halda avtomobil idarə etmək ən yaxşı halda qayda pozuntusu, ən pis halda isə ağır qəzalar və insan ölümləri ilə nəticələnir. Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücüləri müəyyən etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları mütəmadi olaraq reydlər keçirdirlər. Bəzi sürücülər sərxoş halda avtomobili idarə etdikləri müəyyən olunduğu halda onları hansı cəzanın gözlərindən xəbərsizdirlər. Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru baş leytenant Elvin Hacıyev mətbuata bildirib ki, görülən tədbirlərə baxmayaraq, bəzi sürücülər yol hərəkəti qaydalarına qarşı hələ də biganə yanaşırlar. Və bu da sonda xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnir. Spirtli içkinin təsiri altında avtomobil idarə edirlər ki, bu da həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün bir mənalı olaraq potensial təhlükədir. Dövlət Yol Polisi əməkdaşları tərəfindən sürücünün nəqliyyat vasitəsini idarə edərkən şübhə doğuran hal aşkar olunan zaman sürücü yoxlanılır. Nəyəsə, gəlirəm əsas məsələyə. Əgər sürücünün nəqliyyat vasitəsinin spirtli içkinin təsiri altında idarə etməsi aşkarlanarsa, İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsinə əsasən onu 400 AZN cərimə və 5 cərimə balı gözləyir və ya 6 aydan 12 aya qədər sürücülük vəsiqəsi məhdudlaşdırılır. Qeyd edək ki, bu məcəllənin 333.1-ci maddəsinə nəzərdə tutulmuş xətanın inzibati tənbih almış şəxs tərəfindən inzibati tənbih